Salam əziz treyderlər və investorlar. Analitik xidmət onlayndır sistem, Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Biraz daha hər bir parametrə daha ətraflı baxacağıq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Sözügedən şirkətin hər bir göstəricisini daha ətraflı araşdıra bilərsiniz. İndi təşkilatın mövcud fundamental göstəricilərini müqayisə edəcəyik. StepStone Group LP, ticker STEP. Bu baxış 26 may 2025-ci il tarifinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets Korporasiya StepStone Group LP alt kateqoriyaya aiddir. Alternative Investments təhlildə 27 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Bu videonun sonunda verilən qərarlara baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -8. Alt kateqoriya üzrə orta xal 1,5 bal. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,9 olduğunu görə bilərsiniz. Mənfi reytinqə qarşı 8 bal StepStone Group Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə StepStone Group LP və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görəcəyik. StepStone Group LP %58,4 dəyişiklik göstərdi. 16,9% alt kateqoriyası üzrə qiymət dinamikasına qarşı. Şirkətin bazar kapitallaşması StepStone Group LP 8,96 milyard dollar dəyərində qiymətləndirilib. 658 milyard dollarlıq alt kateqoriyanın kapitallaşması ilə. Şirkətin balans dəyəri 0,18 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 113 milyard dollardır. Birja və balans dəyərli səhmləri müqayisə etsək, aşağıdakıları görürük. İşğal olunmuş pay StepStone Group LP alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 1,361% təşkil edir. Balans dəyəri 0,156% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi PIS -1 bal. Təşkilatın maliyyə öhdəlikləri 0,376 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 208,9%-ni təşkil edir. Şirkətin borc nəticəsi çox pis -2 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 0-dır. 58,7 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadakı orta göstəricidən əhəmiyyətli dərəcədə pisdir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə birja qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis -2 bal. Son 12 ayda mənfəət -179 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət ilkin olaraq 350 milyon dollardır. Alt kateqoriya ilə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 7,6-dır. Alt kateqoriya üzrə orta göstərici 4,2-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 81% yüksəkdir. Mübadilə qiymətinin gəlir göstəricilərinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir 1,180 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Proqnozlaşdırılan gələcək gəlirin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Marjinallıq -15,2%, alt kateqoriya üzrə orta hesabla 7,2% təşkil edir.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,405% təşkil edir. Bu, bazar kapitallaşma payından 236% azdır. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $7.930.000 və alt kateqoriya üçün $2.360.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, keçərli, 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği -$158,800.000. Alt kateqoriya üzrə orta hesabla $40,200. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Şirkətin bir işçiyə düşən gəlir payı $1,44.000. Alt kateqoriya $558.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən satış həcminin qiymətləndirilməsi, keçə bilən, -0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 3,8%, alt kateqoriya üzrə orta hesabla 2,6% təşkil edir. Texniki göstərici RASI 14 şirkət üçün %61 səviyyəsini göstərir Stepstone Group LP. Alt kateqoriya üçün RSI səviyyəsi 14, təxminən 50% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən $58,73. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 59,1% təşkil edir. Gəlin sizin üçün mövcud olan sifarişlər cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə qəbul edilmiş bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhm təhlilinin nəticələrinə əsasən Stepstone Group Inc. Məlumat və arayış sistemi Markets aşağıdakı qərar qəbul edilir. $58,72 açıq satış sifarişi. Sövdələşmə açıqdır, çünki şirkətin kifayət qədər aşağı reytingi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodologiyasından, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 51,03 səviyyəsində müəyyən edilmişdir. Stop loss 66,41 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sifariş 25 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanacaq. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker və ÖNP əsas alış sifarişinə çevriləcək. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Əks sifariş son qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Markets.